Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvarım hər biriniz yaxşısınız. Mən də yaxşıyam, şükür Allaha. Bugün fərqli, çox dadlı və bir o qədər də faydalı olan pərpətöyün turşusu hazırlayıram. Mən pərpətönləri bağçamızdan yığdım. Yaxşı bol suda yuduqdan sonra bir aş süzənə yerləşdirirəm. Daha sonra bir qazanda ocağa su qoyub isinməyini gözləyirəm. Daha sonra yuyub sterilizə etdiyim bankaya 1 çay qaşığı yumru qara istiot, 3 dəfnə yarpağı və biraz təmizlədiyim cəfəridən əlavə edirəm. Sizlər istəsəniz əlavə etməyə də bilərsiniz. Daha sonra bir baş sarımsağı qabığından təmizləyib xırda-xırda doğrayıram. Yarısını bankaya əlavə edirəm. Daha sonra su isindikdən sonra az-az qaynar suya pərpətönləri salıb bankaya yerləşdirirəm. Pərpətönləri isti suda çox saxlamıram. Təxmini 1 saniyə suda saxlamaq yetərlidir. Pərpətönləri bankaya yığdıqdan sonra sonda üzərinə yenidən biraz cəfəri, doğradığım sarımsağı, 1 çay qaşığı şəkər tozu, 1 qaşıq yarım iri xörək tozu və 1 stəkan sirkə, yəni üzüm sirkəsi əlavə edib qapağını bağlayıram. Və quru sərin yerdə saxlayıram. 3-4 günə hazır olur. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videonu bəyəndinizsə, yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub, videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.